hakimiyyətinin müdafiəkar heydərçisi və Qazax rayonlararası Gözdən Əlillər Təşkilatının sədri Akif Adamov Qrəç TV kanalı vasitəsilə Respublikada bəzi məmur və rəhbər olan şəxslərin ünvanlarına öz etirazını bildirdi. Belə ki, Akif Adamov bildirib ki, ölkə başçısı cənab İlham Əliyev öz atası oğlu Öndər Heydər Əliyevin layiqincə siyasi kursunu davam edir. Necə ki, biz heydərçilər keçmişdə Heydər Əliyev uğrunda həyatımızı fəda etməyə hazır olduğumuz kimi, indi də İlham Əliyev uğrunda həyatımızı fəda etməyə hazırıq. İstər keçmişdə, istərsə də indi də heç bir zaman öz əqidəmizdən, mövqeyimizdən dönməmişik, nədəkində dönmərik. Mən Respublikada bəzi rəhbər olan şəxslərə fikirlərimi çatdırmaq istəyirəm ki, ölkə başçısı cənab İlham Əliyevə ünvanlanan məktublar prezidentdən gizlədilməyərək prezidentə çatdırılsın, çünki prezidentə ünvanlanan məktublar nə öz həllini tapa bilməyir, nə də kim prezidentə çatdırılıb məruzə olunmayır. Beləliklə də vətəndaşlar dövlətdən, hakimiyyətdən narazı salınır, mən adiyyatı üzrə rəhbər olan şəxsdən. Şəxslərdən xahiş edirəm ki, bu kimi məsələyə ciddi şəkildə münasibət bildirilsin ki, cənab prezidentin də hər bir məsələlərdən də xəbəri olsun, bu qədər. Dəyərli izləyicilər, gördüyünüz kimi doğrudan da Akif Adamov tam doğru vurğulayaraq qeyd edir. Bizlər də şahidik ki, son zamanlarda prezidentə ünvanlanan müraciətlər öz həllini tapa bilməyir, ən əsasda prezidentə ünvanlanan rəsmi məktublar. Bizlər də yeri gəlmişkən adiyyatı üzrə rəhbər olan şəxslərdən xahiş edirik ki, bu kimi məsələyə münasibət bildirsin dəyərli izləyicilər, kanala abunə olub bəyənin ki, hər bir yayımlardan xəbərdar olasınız Qrəç TV.